Hər kəs salamlayıram. Mövzu nədir ki, mən axşam yemirəm. İlk öncə onu deyim ki, mənə hər dəfə deyirlər ki, qida yoxsa idman ən yaxşısı hansıdır? Ən birincisi dostlar, yuxudur. Yuxu, qida, sonra idmandır. Yuxusuz mümkün deyil. Sən yatmayanda görürsən səhər necə olur insan, mumiyaya oxşuyur. Nə pərzə fikir verir, heç zala da getmək istəmir. Birinci yuxudur. Qaldı ki, sən deyirsən mən axşam 9-da yemirəm də, 6-dan sonra yemirəm. Sən götürüb neynirsən? Saat 5-də, 6-da götürürsən axşamın yeməyini də bir dəfəlik yeyirsən. Elə bir şey yoxdur dostum. Yəni ola bilsin kalori baxımından sən hardasa eyni olursa, heç o da olmur. Çünki niyə sən qəbul edirsən çox, bədən onu götürmür axı hamısını. O verir depoya və təbii ki, qarnında şişkinlik əmələ gəlir də. Amma sən yaxşısı elə onu axşama sal da, yəni yatmamışdan 2 saat qabağa. Sən bir dəfəlik yeməklə sən düşünürsən ki, sən düz eləyirsən, heç də düz eləmirsən. Bir daha söylərəm, məsələn, əti də çox yesən, heç karbohidrat yemə. Artıq yeyəndə bədən götürmür, verir artıq çəkiyə. Sən yaxşısı elə saat 6-da da yeyə, yəni 9-da da yeyə bilərsən də. Təbii ki, əgər 10-da yatırsansa 9-da yeməli, 8-də yesən yaxşıdır. Bir daha söylərəm ki, yatmamışdan öncə yarım saat yürüyüş edin, hüzur tapacaqsınız, yuxunuz rahat olur. Özü də bax bu cür havada kardio eləsəz, yürüyüş eləyəndə axşam gör necə insan rahat yatır. Təbii ki, bəzən elə şeylər var ki, siz özünüz yaxşı bilirsiniz. Sadəcə sizə kimsə gərək onu yada salsın. Bir daha söyləyirəm ki, çalışın sağlamlığınızı qoruyasınız. Hər kəsə uğurlar.